Yeşaya 47-ci fəsil. Babilin düşkünlüyü. Ey bakirə Babil qızı, düş aşağı, torpaqda otu. Ey Xaldey qızım, artıq taxt yoxdur, yerdə otu. Bundan sonra sənə zərif, nazlı deməyəcəklər. Bir cüt dəyirman daşı götür, unu üyüt, örpəyini aç, balağını qaldır. Baldırlarını açıb çaylardan keç, çılpaqlığın açılacaq, ayıb yerin görünəcək. Mən intiqam alacağam. Heç kimi əsirgəməyəcəyəm. Bizi satın alan İsrailin müqəddəsidir, onun adı ordular Rəbbidir. Rəbb deyir, ey Xaldey qızı, qaranlığa çəkil, sakitcə otur. Çünki bundan sonra səni daha padşahlıqların mələkəsi çağırmayacaqlar. Öz xalqıma qəzəbləndim, irsimi kiçildib sənə verdim. Lakin sən onların halına acımadın, hətta yaşlılara da ağır boyunduruq yüklədin. Həmişə əbədi mələkə olacağam deyə düşünürdün, bunları ürəyinə gətirmirdin, sonu düşünmürdün. İndi isə qulaq as, ey əminamanlıqda yaşayan zövq düşkünü. Sən ürəyində deyirdin, mənəm, məndən başqası yoxdur. Heç vaxt dul qalmayacağam, övlad itirmək dərdini bilməyəcəyəm. Bu iki bəla bir gündə qəflətən başına gələcək. Böyük cadugərliyinə, hədsiz ofsunçuluq elədiyinə baxmayaraq, həm övladlarını itirəcək, həm də dul qalacaqsan. Pisliyinə güvəndin, dedin, məni heç kim görmür, sənin hikmətin və biliyin səni azdırdı. Düşündün, mənəm, məndən başqası yoxdur, lakin üzərinə bəla gələcək. Sən onun qarşısını ala bilməyəcəksən. Sən xərac versən də bu fəlakət üstünə gələcək, bilmədiyin bəla qəflətən üzərinə düşəcək. Gənc yaşlarından bəri məşğul olduğun ofsunçuluğuna və böyük cadugərliyinə davam elə. Bəlkə onlardan bir xeyir görərsən. Bəlkə düşmənlərini onlarla vahiməyə sala bilərsən. Aldığın çoxlu məsləhətlər səni üzdü. Qoy ulduz falına baxanlar, münəccimlər, yeni ay çıxanda olacaq hadisələri bildirənlər, indi gəlib səni, başına gələn bəlalardan xilas eləsinlər. Bax, onlar küləş kimidir. Od onları yandırıb yaxar, özlərini alovun gücündən xilas eləyə bilməyəcəklər. Bu alov isinmək üçün kömürlü od deyil, qabağında oturulacaq od deyil. Sənin işlədiyin, cavanlığından bəri alver elədiyin adamların aqibəti belə olacaq. Hər kəs öz yolu ilə gedəcək. Səni xilas eləyən olmayacaq.